Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Qabal kəndində oğru aləminə qarşı keçirdikləri əməliyyat zamanı atışmada zərərsizləşdirdiklərini açıqladıkları 52 yaşlı Mirzə Əliyevin ailəsi fəryad edir. Biz Aktual TV əməkdaşları olaraq hal-hazırda hadisə yerindəyik. Ailə üzvlərindən əldə etdiyimiz məlumata görə gecə saatlarında Mirzə Əliyevin ailəsinə daxil olan xüsusi təyinatları Mirzə Əliyev tanımadığına görə özü müdafiə etmək üçün atəş açıbdı, özü müdafiə etmək üçün və eyni zamanda da hər iki tərəfdən qarşılıqlı tərəfdən cavab atəşi baş veribdi. Kadrlarında göründüyü kimi otaqda və pəncərədə bir neçə güllə izləri var. Mirzə Əliyevin evindəki son vəziyyət, güllə izləri, dağılmış pəncərələr və qan izləri Aktualca xəbər portalının kamerası tərəfindən lentə alınıb. Buradan əldə edilən məlumata görə ilk atəşi Mirzə Əliyev açıb, çünki evə quldurların girdiyini zənn edib. Mirzə Əliyevin ailə üzvləri deyir ki, polis əməkdaşları xəbərdarlıq etmədən evə daxil olub və güc tətbiq ediblər. Ailə üzvləri mərhumun oğru aləmi ilə əlaqəsinin olmadığını söyləyir. Ateş açdılar, vurdular oğlumu. Təxmini 1-2 işləmiş belə olardı. Mən də hələ elə təzə yıxılıyordum. Bu vaxtlarda girdilər. Gecə birdən səsli küylü girdilər, ateş açdılar. Sonra mənim otağıma girdilər. Mənim otağımda da ateş açdılar. Mən çaşbaş qaldım. Sonra mənim kravatdan yerə saldılar. Mən dedim, nə istəyirsiniz? Deyənə kimi mən biraz özümü itirən kimi oldum. Heç poldan qalxa bilmədim. Mən heç 112-yə zəng eləmişdim, basmışdım. Telefonu da tulladım. Sonra bunlar anırki otağa keçdilər. Qanunsuz, qaydasız, heç vaxt bir şey soruşmadan əməlli başlı. Hansı qanunda yazılıb ki, gecə sən evə gir, sənət soruşmur, nə olubdu, nə səbəbə gəlib onu demir. Harada görmüşük ki, polis zorluq eləyər. Bu hökmət, bandit kimi gəlməyin içində vururlar. Polis gəlir, takmətə deyir, evimi yoxlamağa gəlirlər. Mənim qardaşım el aləm tanıyır, el aləm. Bandit kimi, o hökmətdə bandit olub hökmət. Bandit gibi girip geldim benim kardeşim, içinde Təzə girmişdik yatmağa. Elə təzə gözümüzə yuxu getmişdi. Bir də gördüm, yaman atışma səsi gəldi. Kişiyə dedim, Abdullah dedim. Dənizdən axşama sən televizor yandırırsan, görürsən mi dedim. İndi uşaqlar da gəlib yandırıb baxıb. Elə yıxılıb yatıblar. Televizor patlayıb dedim, dur. Qalxanda yerimdən gördüm ki, atışmalar kişinin üstünə tökülür. Qırvaqların altına tökülür. Mən kişinin üstünə yıxılanda. Nədir? Benim kardeşim yediler. Rəşvət yedi benim kardeşim yedi kaldı. Rəşvət yolunda gitti benim kardeşim. Rəşvət yolunda gitti. Qeyd edək ki, bugün keçirilən brifinqdə Daxili İşlər Nazirliyinin müavini Aleksandr Daraxoylidze bildirib ki, Mirzə Əliyev xüsusi təyinatlıların əməkdaşlarına intensiv atəş açıb və bir nəfər xüsusi təyinatlı yaralanıb. Bunun ardından Mirzə Əliyev hadisə yerindəcə zərərsizləşdirilib.